Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi, Zaxarovanın isə ərazinin Azərbaycanın bir hissəsi olduğunu təsdiqləməsi Moskvanın rəsmi mövqeyində ziddiyyətlər yarandığını göstərirmi? Biz ümumiyyətlə, burada əsas məsələ Moskvanın artıq Azərbaycanın işğaldan azad elədiyi ərazilərə yanaşması deyil. Yəni, artıq İstəsələr də, istəməsələr bunu qəbul ediblər. Yəni, Putin özü də məcbur olub ifadə eləsin ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan Azərbaycan tərkibindədir, Azərbaycan suverenliyindədir. Hətta Paşinyan belə bunu etiraf edib, Ermənistan bunu qəbul edib. Yəni, artıq bundan geriyə yolu yoxdur, yenidən bunu mübahisələr əraz edə bilməzlər. Amma bizi narahat edən məqam odur ki, Rusiya vaxtaşı olaraq bizim üçün, belə deyim, çox da xoşumuza gəlməyən, yenidən qaldırılmasını sevməyən mövzulara toxunur. Yəni, Lavrov bu yaxınlarda yenə o məsələyə toxunmuşdu. İrəvandakı görüşdü ki, bəs Azərbaycan ətrafı 7 rayonu Rus silahlarla işğal olunub. Medinski Ukraynadakı bu işğalçı müharibəni Azərbaycanın əraziləri ilə eyniləşdirməyə çalışır. Burada məsələn təkcə onun Qarabağla bağlı o mübahisəli ərazi sözü işlətməsi deyil. Bunun özü də çox böyük yanlışdır. Qarabağ mübahisəli ərazi deyil. Azərbaycanın ərazi bütövlüyü tərkib hissəsidir və Rusiya tərəfindən, Ermənistan tərəfindən tanınıb. Yəni, bunu yenidən mübahisəli ərazi demək siyasi olaraq korrekt deyil ən azından. Həm də problem odur ki, Azərbaycanın Qarabağı Ukrayna işğal olmuş ərazilərinə oxşadır. Halbuki Azərbaycan özü işğalda olmuş ərazilərini işğaldan azad edib. Orada yenidə qoruma işləri aparıb, oradan bizim 1 milyona çox insan qaçqın məcbur köçkün düşmüşdü. Rusiya tam tərsi olaraq isə Ukrayna ərazilərini işğal edir. Və Ukraynalılar artıq milyonlarla Avropaya və fərqli ölkəyə qaçqın düşüblər və Rusiya işğal edən ərazilərdə dağıntılar aparır. Yəni, burada Rusiyanın elə fəaliyyəti ilə Azərbaycanın fəaliyyəti və Rusiyanın tutduğu ərazilər, işğal edən ərazilərlə Azərbaycanın işğaldan azad olmuş ərazilərin müqayisəsi bu da bizim üçün xoş bir, belə deyim, senari deyil. Yəni, bizim etirazımız bunadır. Yoxsa bizim Rusiyanın rəsmi mövqeyi ilə bağlı əlavə sualımız yoxdur. Çünki mövqe bir dəfə ifadə olunubsa da, indi biz hər ay və hər il Zaxarovadan, Lavrovdan və Putindən soruşası deyilik ki, Azərbaycanın ərazi bütövlüyünü Rusiya tanıyırmı, yoxsa yoxdur. Bir dəfə tanıyıblarsa artıq bu, mənə deyək ki, bu suala ehtiyac yoxdur. Yəni, artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bizim üçün Qarabağ münaqişəsi əslində bitib, belə deyək. Zəngəzur dəhlizi ilə bağlı son aylar beynəlxalq ritorikada müəyyən səssizlik müşahidə olunur. Bu dəhlizin reallaşması üçün Azərbaycanın hansı diplomatik və hərbi riçaqlara əl atması ehtimal olunur? Açığı, mən Zəngəzur dəhlizinin hərbi həllini görmürəm. Düşünürəm ki, burada bu məsələnin daha çox siyasi həlli var, siyasi və iqtisadi həlli var. İqtisadi həlli odur ki, bu Ermənistan tərəfi onsuz da başa düşür ki, bu dəhliz onlara bizdən çox lazım. Yəni, onlar iqtisadi olaraq buna faydalana bilərlər. Və Türkiyə və Azərbaycan arasında, Orta Asiya və Avropa arasında, deyək ki, Avropanın içinə gələn yol üzərində onlara da bir iqtisadi fayda əldə edə bilərlər. Siyasi təzyiq odur ki, bilirsiniz, Azərbaycan Ermənistana məsələn müharibə cinayətlərlə bağlı, dağıntılarla bağlı kompensasiya məsələsini gündəmə gətirir vaxtaşıq olaraq, sülh prosesini gündəmə gətirir, Ermənistan konstitusiyasının dəyişməsi məsələsini gündəmə gətirir, Qərbi Azərbaycan icması yaradılıb, onun Qərbi Azərbaycan icması üzvlərinin Ermənistana qayıtması məsələsini gündəmə gətirir. Və fərqli bu cür məsələlərlə əslində Ermənistan təzyiq edir ki, Ermənistan həm sülh danışıqlarında, həm dəhliz məsələsində müəyyən bir güzəştə getsin. Ermənistan tərəfi hələ ki, burada sırf dəhliz məsələsində xüsusi güzəştə açıq olmadığını göstərir. Yəni, mövqeyi bundan ibarətdir. Və burada xarici faktorlar da var. Məsələn, Rusiya istəyir ki, o dəhliz açılsın, amma Rusiya nəzarətinə açılsın. İran istəyir ümumiyyətlə belə bir dəhliz olmasın. Türkiyə bu dəhlizin iqtisadi faydalarını yararlanmaq istəyir. Yəni, qlobal oyunçular da burada hər biri fərqli bir prizmada məsələyə yanaşırlar. Bizim üçün əsas məsələ odur ki, biz bu siyasi təzyiqlərlə Ermənistan hansı şəkildə məcbur edək ki, ən azından bu keçid maneəsiz olsun. Yəni, bunun alternativləri var. Məsələn, Rusiya ilə Kaliningrad arasında və fərqli yerdə. Bizim istədiyimiz o ki, ən azından gömrük rüsumları və gömrük nəzarəti deyək ki, Azərbaycan daxili istiqamət tətbiq olunmasın. Deyək ki, məsələn, mən sabah Naxçıvana gedəcəmsə, orada yoxlanmıyorum və mal və xidməti görə mən Naxçıvana göndərdiyim məhsula görə niyə Ermənistana gömrük ödəməliyəm? Çünki ölkə daxili hərəkətdir. Amma deyək ki, Türkiyə Mərkəzi Asiya və s. ilə bağlı orada fərqli yanaşma ola bilər. Əlbəttə ki, Azərbaycan ümumiyyətlə yol maneəsiz olsun, amma Ermənistan deyək ki, Azərbaycan vətəndaşları üçün fərqli, beynəlxalq vətəndaşlar üçün fərqli üsul ola bilər. Məsələn, Kaliningradda belədir ki, məsələn, Ruslara orada xüsusi hüquqlar verilib, ancaq deyək ki, başqa, məsələn, sabah bir Azərbaycanı keçmək istəsə, artıq o qanunvericiliyə uyğun hərəkət eləməlidir.
Ona görə düşünürəm ki, burada bunu siyasi həll yolunu mən daha uyğun görürəm. Hərbi həll yolu düşünürəm ki, bölgədə çox daha qarşısı almayan proseslər gətirib çıxara bilər. Ona görə də indiki halda hələ ki hərbi əməliyyatdan başlanmasını yaxın deyək ki, müddətli istisna edirəm.